Salam əziz izləyicilər, əlilliyin qiymətləndirilməsi və təyinatı ilə bağlı yeniliklər gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti Şöbəsi və Nazirliyin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssisləri birgə Nazirlər Kabinetinə bununla bağlı təkliflər hazırlayırlar. Təkliflər Nazirlər Kabinetinin əlilliyin qiymətləndirilməsi qaydasına bir neçə dəyişiklik və əlavələrdən ibarətdir. Deməli, bilirsiniz ki, 2022-ci il iyulun 1-dən etibarən əlilliyin təyinatı ilə bağlı yeni meyarlar tətbiq olunur, yeni qaydalar var. Artıq ondan əvvəlki qaydalarda əlillik təyinatı 1-ci, 2-ci, 3-cü qrup kimi təsnifatlaşdırılmışdırsa, 2022-ci il deməli, iyulun 1-dən etibarən orqanizmin funksiyalarının neçə faizinin itirilməsinə əsasən əlillik təyin olunur. Artıq deməli, yeni meyarların, yeni qaydaların tətbiqindən demək olar ki, 3 ilə qədər vaxt keçib, yəni 2022 iyulun 1-dən artıq 2025-ci ildir, iyuluna yaxınlaşır. Deməli, 3 ilə yaxın bu müddət keçib. Bu müddətdə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərinə deməli, imkan verib ki, bu əldə etdikləri təcrübə, yəni bu 3 il ərzində əldə etdikləri təcrübə imkan verib ki, artıq bu 2022-ci ildən tətbiq olunan meyarların özündə də yeniliklər, dəyişikliklər etməyə ehtiyac var. Yəni, bu həmin qaydaların əlilliyin qiymətləndirilməsi ilə bağlı qaydalarda da təkmilləşdirməsinə ehtiyac var. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri belə qərara gəliblər ki, artıq sonuncu qaydaların özündə də əlavə və dəyişikliyə ehtiyac var, zərurət var. Məsələn, burada bəzi xəstəliklərlə bağlı əlillik təyinatının müddətli yox, müddətsiz təyin olunması, bəzi xəstəliklərlə bağlı əlillik təyinatının 1-2 il yox, birbaşa 5 illik təyin olunması, bəzi xəstəliklərin faizinin artırılması və digər yeniliklərdən ibarətdir. Amma konkret olaraq hansı xəstəliklərdən söhbət getdiyi hələlik məlum deyil. Amma ümumilikdə deyilənə görə bu yenilik, əlavə və dəyişiklik vətəndaşların xeyrinə olacaq dəyişiklikdir. Bundan başqa, əlilliyin qiymətləndirməsi üçün vətəndaşların daha çox xəstəxanaları gəzməməsi, eyni zamanda daha çox sənəd toplamaması üçün də deməli, iş aparılır. TƏBİF ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TƏBİF ilə birlikdə deməli, birgə iş aparırlar. Burada da əsas məqsəd əlillik təyinatının, əlillik qiymətləndirməsinin sadələşdirilməsi kimi də demək olar. Bilirsiniz ki, əlilliyin qiymətləndirməsi və təyinatı ilə bağlı forma 88 deyilən belə bir sənəd var. O sənəd tam doldurulmalıdır ki və lazım olan xəstəlik, müvafiq xəstəliklər orada qeyd olunmalıdır ki, orada deməli əlilliyin qiymətləndirməsi ilə bağlı müvafiq qərar qəbul edilsin. Bəzi hallarda, yəni bir çox hallarda biz görürük ki, bununla bağlı şikayətlər də var. Nəticədə deməli forma 88 deyilən həmin sənəd tam doldurulmadan, yəni natamam doldurulduğu üçün bir çox hallarda ondan deməli rədd cavab verilir vətəndaşlara, ondan deməli imtina, əlillik təyinatından imtina olunur. Bax, bu məsələlərin hamısı birgə deməli TƏBİF ilə birgə, Nazirliklə TƏBİF ilə birgə müzakirə olunur və bu boşluqların, bu deməli problemlərin aradan qaldırılması üçün də iş aparılır. Bununla bağlı deməli Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasının sədri Namiq Seyfəddinlinin deməli Seyfəddinlinin açıqlaması var. Gəlin yenilikləri deməli rəsmi olaraq onun dilindən dinləyək. Ümumiyyətlə 22-ci ilin 13 may qəbul olunmuş 187 nömrəli qərar, 413 nömrəli qərardan 5 dəfəyə yaxın meyarların sayı çoxdur. Burada adı çəkilməyən çoxsaylı xəstəliklərin adının meyarlara salınması, ayrıca onlara bəndin ayrılması və hər birinin xüsusi faizlə qiymətləndirilməsi bu vətəndaşların xeyrinə qəbul olunmuş çox böyük bir qərardır. Ancaq bu qərarın özünün də təkmilləşməsi istiqamətində hal-hazırda işlər davam etdirilir. Biz həm Əlillik Siyasəti Şöbəsi ilə, həm Nazirlər Kabinetinə ümumilikdə yenidən 180 nömrəli qərara bir neçə dəyişikliklər və əlavələrlə bağlı təklifimizi hazırlayırıq.
Bu təkliflər içərisində bəzi xəstəliklərin artıq müddətinin müddətsiz olaraq qəbul olunması, bəzi xəstəliklərin 1 illik, 2 illik faizinin 5 illiyə qədər qaldırılması və bəzi patologiyalar vardır ki, onların artıq faizini o rast gəlindiyi halda faizin artırılması, yəni xüsusi incəliklər vardır ki, bunlar praktikada üzə çıxır, vətəndaşlar müraciətlər əsasına çıxır ki, yəni belə vətəndaşlar da var. Onlar mütləq şəkildə nəzərə alınmalıdır. Və qəbul olunan bütün qərarlar vətəndaşların xeyrinə olaraq qəbul olunur. Yəni ki, hər biri vətəndaşların istiqamətində, onların xeyrinə istiqamətdə atılmış bir addımdır. İnşallah Nazirlər Kabineti tərəfindən bu qərarlarımız, bu təkliflərimiz artıq qəbul olunarsa və qanuna əlavə olunarsa, bu düşünürəm ki, vətəndaşların xeyrinə olan bir qərar olacaqdır inşallah. Və tək bu istiqamətdə yox, protez ortopedik məmulatların inkişaf etdirilməsi istiqamətində, reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində də hal-hazırda müvafiq işlər aparılır. Yəni agentliyimiz daim təkmilləşmə istiqamətindədir və əlçatanlıq mövzusunda onu deyə bilərəm ki, bizim tez-tez təbib əməkdaşları ilə, onların rəsmiləri ilə rəsmi görüşlərimiz keçirilir. Bu forma 88-lərin doldurulması, həm təbib tərəfindən sənədləşmə prosesinin asanlaşması, vətəndaşın daha az, belə deyək ki, xəstəxanaya müraciət eləyərək, daha az məkanları gəzərək vətəndaşın əlilliyini alması istiqamətində müəyyən ortaq işlərimiz aparılır. Burada elektron epikrizin hazırlanması və s. daxildir ki, bu işlər gedir və yaxın gələcəkdə daha operativ qaydada, daha proaktiv qaydada, daha səmərəli şəkildə vətəndaşlar, əlilliyi olan şəxslər rahat şəkildə əlilliyini ala biləcəklər. Yəni bu işlər həm nazirlik səviyyəsində, həm agentliyimiz səviyyəsində daim prioritet olaraq seçilir.